Saçınızı hər dəfə yuduqdan sonra saçınızın töküldüyünü görürsünüzsə və ya yuxudan oyandıqda yastığınızda çəngə-çəngə saç qalırsa, bu həyəcan siqnalıdır. Saç tökülməsi getdikcə patoloji hal ala bilər. Amma qorxmayın, bu videoda saç tökülməsinin ev şəraitində qarşısını almaqdan danışacağam. Diqqətiniz məndə olsun. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. 1. Duzlu su. Duzlu su ilə masaj edildikdə baş dərisinə qan daha yaxşı işləyir. Həmçinin duzlu su ölü hüceyrələri təmizləyir. Müalicə üçün adi xörək duzundan istifadə edə bilərsiniz. Dəniz duzuna əliniz çatsa, müalicə daha tez nəticə verər. Bunun üçün ilıq suya duz əlavə edin və qarışdırın. 10-15 dəqiqə həmin su ilə baş dərisini masaj edin. Sonra isə saç tökülməsinə qarşı şampunla qəşəng yuyun. Prosesi həftədə 3 dəfə saçı yumazdan əvvəl təkrar edin. 2. Sarımsaq. Saç üçün sarımsaq maskası dedikdə qoxunu nəzərə almaq vacibdir. Çünki sağlamlıq üçün bu qoxuya dözmək məcburiyyətindəsiniz. Bunun üçün sarımsağı sürtgəcdən keçirin. Suyunu sıxın, həmin suyu baş dərisinə çəkin. 1 saat saxlayın. Sonra saçınızı gözəl ətirli şampunla ən az 2 dəfə yuyun. Sarımsaq suyunun tərkibindəki mikroelementlər kəpəyin əmələ gəlməsinin qarşısını almaqda effektivdir. Sarımsaq maskasından sonra saçlar daha canlı və parlaq görünəcək. 3. Xardaldır. Saç üçün xardal maskası da faydalıdır. İlk dəfədən xardal maskasının effektini görə biləcəksiniz. Bunun üçün bir xörək qaşığı xardalı eyni miqdarda zeytun yağı ilə qarışdırın. Alınan qarışımı baş dərisinə çəkin. Çalışın ki, saçınızın diblərinə daha yaxşı hopsun. Ən az yarım saat xardal maskasını başınızda saxlamağa çalışın. Əgər yarım saatdan daha tez baş dərisində acışma hiss etsəniz, həmin dəqiqə başınızı yuyun. Özü də bu zaman qliserinli sabuna yaxud uşaqlar üçün şampuna üstünlük verin. 4. Aloe. Saçlar üçün aloe maskası əsl xilaskardır. Maskanı hazırlamaq üçün aloe bitkisinin orta ölçülü yarpaqlarını seçin. Suya çəkin və polimerə büküb soyuducuya qoyun. 10 gün bu vəziyyətdə saxlayın. Sonra yarpaqları sürtgəcdən keçirin. Cuna ilə suyunu süzüb, həmin suyu həftədə 1-2 dəfə baş dərisinə, saçlarınızın kökünə çəkin. Müalicə müddəti 2-3 həftə davam etməlidir. Aloe maskası saç dibini möhkəmləndirir, baş dərisini təmizləyir. 5. At pıtrağı yağı. Bu yağı apteklərdən ala bilərsiniz. Tapa bilməsəniz evdə hazırlamaq da mümkündür. Bunun üçün 50 qram at pıtrağı kökünü üyüdürsünüz. Üstünə 100 qram zeytun yağı əlavə edirsiniz. Qarışımı 2 həftə saxlayın. Alınan mayeni baş dərisinə çəkin və 15 dəqiqə masaj edin. Sonra başı dəsmal ilə bükün. 1 saat beləcə saxlayın. Yağ əleyhinə şampunla yaxşı-yaxşı yuyun. Müalicə kursunu 2-3 ay ərzində həftədə 2 dəfə olmaqla davam etdirin. Sadaladığım bu üsulla uzun və cəlbedici saçlara sahib ola bilərsiniz. Müalicə kursunun xüsusi pəhrizinə diqqət etməyiniz də vacibdir. Məsələn, saç tökülməsi üçün müalicə alırsınızsa tünd çaydan və ya qəhvədən uzaq durmanız, adi suya üstünlük verməniz məsləhətdir. Daraqlarınızı həftədə 1 dəfə maye sabunla yuyun. Çalışın sıx dişli daraqlardan istifadə etməyəsiniz. Bu cür daraqlar saçı qırır. Yay aylarında saçınızı fenlə qurutmağa ara verin. Qoyun təbii ev temperaturunda qurusun. Baş dərisinin masajına gün ərzində heç olmasa 5 dəqiqə zaman ayırın. Mən bu üsulla saç tökülməsi problemini aradan qaldırdım. İndi isə sıra sizdədir. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.